Allah Təbarək və Teala Qur'an-ı Kərimdə buyurub: "Və iz təəzzənə rabbukum لَإِنْ شَكَرْتُمْ لَأَزِيدَنَّكُمْ وَلَئِنْ كَفَرْتُمْ إِنَّ عَذَابِي لَشَدِيدٌ." Pərverdigarınız belə elan edib: Əgər şükür etsəniz, artıraram. Amma əgər naşükür olsanız, bilin ki, əzabım çox şiddətlidir. Biz də şükür edirik. Allahdan istəyirik, Allah Teala bizi şakir bəndələrindən qərar versin. Şükür edirik ki, Allah Teala bizi var edib. Şükür edirik ki, Allah Teala bizi insan xəlq edib. Allahın bütün nemətlərinə şükür edirik. Şükür edirik ki, Allah Teala özünü bizə tanıdıb. Şükür edirik, Allah Teala bizə Qur'an-ı Kərim göndərib. Şükür edirik, Allah Teala bizə peyğəmbərləri tanıdıb, peyğəmbərlər göndərib. Sonuncu peyğəmbəri göndərib, tanıdıb bizə. O Həzrətin Əhl-i Beytini bizim aramızda qoyub, tanıdıb bizə. Bunlar hamısı şükür olunası nemətlərdir. Şükür edirik ki, Allah Teala bizə icazə verib, Allahın adını dilimizə gətiririk. Allah Teala bizə icazə verib ki, biz iman əhliyik, namaz əhliyik, zikr əhliyik. Bu həqiqətən də həyatda bunlardan daha dəyərli bir şey yoxdur. Allah Teala o cür böyük həqiqətləri icazə verib ki, biz dilimizə gətirək. Bu dil belə əbəs yerə xəlq edilməyib. Bütün bədən üzvlərimiz Allaha şəhadət verir. Bunu nə ilə izhar edirik? Dilimizlə izhar edirik. Bu dili təmiz saxlamaq lazımdır. Bu danışığı təmiz saxlamaq lazımdır. Bunlar Allahı zikr edir. Allahın adını çəkir. O əzəmətdə olan varlıq, xaliq, ulu Tanrı istəsəydi, bizə icazə verməzdi biz onun adını çəkək, dilimizə gətirək. Amma nə qədər Ərhəmur Rahimindir, nə qədər lütfkardır, kərəm sahibidir. Bizə icazə verib ki, biz Allahın adını dilimizə gətiririk. Allahı tanımaq qabiliyyəti, istedadı biz insanlara verib. Biz insanlar qədər Allahı tanıya biləcək başqa bir varlıq yoxdur. Hətta mələikələr də biz insanlar qədər Allaha mərifət tapa bilməzlər. Allahı tanıyaq, Allahı zikr edək və qəlblərimizi nurani edək. Zikirlərdə nə deyilir? Ən böyük zikirlər. La ilahə illallah, Subhanallah, Elhamdülillah, Allahu Ekber. Bunlar balaca sözlər deyil. Hər biri böyük bir dərya kimi məna özündə ehtiva eləyir, daşıyır. Məna yükü var bu cümlələrdə, bu kəlmələrdə. La ilahə. Əvvəl gəlir, nəfi edir, inkar edir. İnkar edir ki, bir vücudur ki, əzəldən ola, vacib ola, yoxdur. Təəccüblidir. La ilahə, yoxdur. Bura kimi ateistlərin dediyi özünü doğruldur. Sonra gəlir illallah. İddiasını qoyur ortaya. Təsdiq edir. İsbat edir.
və bizə şəhadət verməyi vacib bilir. İlləllah. Yəni bir vacib vücud, varlıq var əzəldən. Onun da adı Allahdır. Xəlq ola olmaya, yəni məxluq, yaradılış ola olmaya, o vücudi ki, əzəldən var və olması vacibdir, bu Allahdır. Adı Allahdır. Hələ başqa dillərdə Bog dinən, Qod dinən, Tanrı dinən, bütün adlar Allaha məxsusdur, gözəl adlar. Əyyəmmə təd'un fəlləhul əsmaul husna. Bütün gözəl adlar ona məxsusdur. Və burada Allahın yekta olmasını və tək olmasını göstərir. Yəni, bu Allahdan ki, həqiqi Allahdır, başqa Allahlar yoxdur. O vücudlar ki, əzəldən ola, vacib ola onların olması bir dənədir. Ondan başqa yoxdur. Əgər olsaydı peyğəmbərləri olardı, onların da xəlqi olardı. Onlar da bu Allahla o Allahın arasında bir münaqişə, münazirə olardı. Hələ bunun öz açıqlamaları var. Hər halda bu bir zikirdir. Dilimizə gətiririk. Subhanallah. Allah Sübhandır. Yəni, eyb və nöqsanlar Allahdan uzaqdır. Bizim ibadət etdiyimiz o Allah eyibli deyil, nöqsanlı deyil. Səhvə, xətaya mürtəkib olmaz. Yuxu tutmaz onu, mürgüləməz, yorulmaz. İşlərində süst olmaz. Bu tənzihdir. Buna deyirlər tənzih. Allah münəzzəhdir. Bütün eyb, nöqsan və xətalardan. Yəni, nə? Subhanallah deyirik. Subhanə Rabbiyəl azimi və bihamdih. Səcdəyə gedirik. Subhanə Rabbiyəl ə'la və bihamdih. Dil bunları deyir. Xoş o mömin insan halına ki, onun dili bunları deyir. Həqiqətən də nə böyük xoşbəxtlikdir. Biz Allahın izni ilə mömin olmuşuq və bu sözləri deyirik, dilimizə gətiririk. Yəni, mən bunu sözlə ifadə eləyə bilmirəm. Biraz oturub düşünsük, görərik ki, sən deməli, həyatın gözəlliyi bunlardaymış. Pulda, sərvətdə, dünyada deyilmiş. Onlar qutarır, bitir, gedir. Nə qalır insana? İnsanın ilahiyyatla nurani olmuş vücudu. Bu dil, ruh bədəndən çıxsa da, onun ruhu artıq bunları mənimsiyib, əzbərləyib, deyəcək. Onun ruhu əbədi olaraq bunları dünyada kəsb eləyib, bu sözləri, bu mənaları. Bununla da şığıyacaq Allaha tərəf bu ruh. Bu mənəviyyatla, bu ruhiyyə ilə edəcək, Allaha qovuşacaq. Allah münəzzəhdir nədən? Məkandan, zamandan, təndən, yəni təni yoxdur, bədəni yoxdur, surəti, şəkili yoxdur. Təhəvvüldən münəzzəhdir, Allahın zatında dəyişiklik yoxdur, haldan hala düşmək yoxdur. Zövcəsi yoxdur, övladı yoxdur. Allah Teala bütün bunlar ki, bu sifətlər ki, xəlqə nisbət verilir, Allah bunlardan münəzzəhdir. Subhanallah, bunların hamısını ehtiva edir. Nə böyük mənanı daşıyır bu Subhanallah. Vəlhamdülillah, bütün həmd-i səna, tamam həmd-i səna Allah üçündür, Allaha məxsusdur. Nəyə görə? Çünki Rabbul aləmin, Allahdır aləmlərin Rəbbi. Allahdan başqa Rəbb yoxdur.
Hələ aləm olsa da, olmasa da bütün həmdlər, sənalar, təriflər Allahın şəninə layiqdir. Kibriya sahibi, əzəmət sahibi odur. Ondan başqa bir ona oxşar varlıq və vücud yoxdur ki, o da təriflənsin Allah kimi. Deyək ki, ona da həmd olsun. Yoxdur. Tamam həmd, səna, tərif Allahındır. Aləmlərin Rəbbidir və biz insanlar bu aləmlərin içində həmdi, sənanı dilimizə gətiririk. Bizdən başqa kim gətirir bu sözləri dilinə? Kim bunu izhar eləyir? Kim bunu vücuda gətirir və şuar olaraq deyir? Bundan böyük xoşbəxtlik var insan üçün. Misilsiz əvvəzi olmayan bunlar nemətlərdir. Allah Teala özünü bizə tanıdıb və bizə icazə verib ki, biz bu kəlamları deyək. Ona görə də dəyərini, qədrini gərək bilək, qiymətini qiymətləndirək. İsra surəsinin 110-cu ayəsində, 111-ci ayəsində Allah Teala buyurur: "Qul ed'ullaha aw ed'ur-rahman." İstəyirsən Allah çağır, istəyirsən Rəhman çağır. Eyyəmmə təd'u fələhul əsmaul husna. Necə çağırsın? Bil ki, bütün gözəl adlar Allaha məxsusdur. Allaha layiqdir. Eyyəmmə təd'u fələhul əsmaul husna. Sonra buyurur: "Və qul elhamdülillah." Və de, həmd olsun Allaha. Əlləzi, bir Allah ki, ləm yəttəxiz vələda. Övladı yoxdur. Yəni, biz həmd edəndə Allah Teala deyir ki, bil ki, kimə həmd edirsən. Özü ayədə buyurur. Əlləzi ləm yəttəxiz vələda. Övlad götürməyib özünə. Və ləm yəkun ləhu şərikun fil mulk. Mülkdə, səltənətdə şəriki, ortağı da yoxdur. Allah təkdir. Heç kəsi də özünə ortaq etməyib. Və ləm yəkun ləhu vəliyyun minəz-zull. Başının üstündə ona əmr edib, onu alçaldan biri də yoxdur. Bir vəlisi, ağası da yoxdur başının üstündə. Özü təkdir, özü ağadır, özü xaliqdir, özü hər şeydir. Və kəbbirhu təkbira. Və Allahı təkbir et. Allahu Əkbər deməklə deyir, Allahı təkbir et. Bu da böyük zikirdir. Allahu Əkbər. Allahu Əkbər nə? İmama sual edir biri. İmam deyir ki, Vallahu Əkbər min ən Yusuf. Allah vəsf olunmaqdan böyükdür. Yəni, heç bir vəsf Allahı yetərincə tanıda bilməz. Belə bir vəsf yoxdur ki, Allahı olduğu kimi tanıtsın. Bizim bu sözlər də bizim dünyamız qədər kiçikdir. Bizim özümüz qədər kiçikdir. Amma bizim üçün nə böyükdir, nə əzəmətdədir. Bunlar da söz qəlbində qalır. Söz qəlbində. Əsl tövhid nədir? Əsl tövhid budur ki, insan bu sözlərin vasitəsilə getsin qabağa, sözləri də qoysun, qəlbini Allaha təslim eləsin. Vücudu, ruhu Allahla birləşsin. O sözlər qəlbi də bir məhdudiyyət yaradır əslə. Amma bu sözlərsiz də olmaz da. Bu sözlər bir şamdır, çıraqdır əlimizdə, irəli gedirik bundan. Gedirik o sonsuz kamallar sahibi olan o varlığa çatmağa, ona tərəf gedirik. Allahu Əkbər min ən Yusuf. Allah böyükdür vəsf edilməkdən. Heç bir vəsf Allahı tanıda bilməz. Bir zikir var, müstəhəbdir, sübh namazının qunutunda deyilsin. Sübh namazında qunutda deyilsin. Burada nə deyir? Deyir, La ilahə illallahul halimul kərim. La ilahə illallahul aliyyul azim.
Subhanallahi Rabbis semavatis səb' və Rabbil əradinəs səb' və ma fihinnə və ma beynəhunnə və Rabbul ərşil azim. Elhamdülillahi Rabbil aləmin. Bu da böyük məna ehtiva edir. Həlim, Kərim, Allahdan başqa ilah yoxdur. Uca, əzim, Allahdan başqa ilah yoxdur. Pak və münezzəhdir, 7 səmanın pərverdigarı, 7 yerin pərverdigarı, pak münezzəhdir. Bunların üstündə olan, bunların arasında olanların pərverdigarı pak və münezzəhdir. Və əzəmətli ərşin Rəbbi pak və münezzəhdir. Və həmd olsun Allaha. Elhamdülillahi Rabbil aləmin. Bütün bu bayaqdan dediklərimin hamısı bu özündə cəm elədi. Bu cümlə özündə cəm elədi. Qaldırdı bizi asimanlara, gətirdi bizi yerlərə və bizi ərşə də bağladı. Ərş. Biz Allahı ən kamil şəkildə kimdə görüb tanıya bilərik? Allahın kamil xəlq etdiyi insanlarda, peyğəmbərlərdə və İslam peyğəmbərində, o İslam peyğəmbərin əhl-i beytində, imamlarda. Bunlar Allahı bizə həm dillə, həm də vücudları ilə tanıdırlar. Allahın güzgüləridir. Məcazi mənada, həqiqi mənada yox. Allah özünü onlarda əks etdirib. Allahın bu kamallarını, sifətlərini ən çox özündə cəm edib göstərə bilən varlıq bizim Peyğəmbərimiz və o Həzrətin əhl-i beytidir. Ona görə onlar çox şəni yüksək insanlardır, varlıqlardır. İnsan ki, mələkədən böyüdür də, burada təəccüblü bir şey yoxdur. Bəziləri təəccüb edə bilər. Mən, sən mələkədən böyük olmaya bilərik. Amma bu o demək deyil ki, insanlar böyük deyil. İnsanlar var ki, mələkələrdən böyükdür, əzəmətlidir. Ona görə də mələkələr etiraf ediblər, insanın qabağında səzdəyə düşüblər. Bu onu göstərir ki, biz bundan kiçiyik. Nədə kiçikdirlər? İlahi mərifətdə, Allahı tanımaqda və Allahı təmsil etməkdə. Kiçikdirlər, onlar o qədər deyirlər. Allahı sevən Peyğəmbəri də sevər, Peyğəmbərin əhl-i beytini də sevər. Peyğəmbəri sevən, Peyğəmbərin əhl-i beytini sevən Allahı da sevər. Bunlar biri-birinə ayrılmazdı. Kim Allahı sevdi, gərək Peyğəmbərə də məhəbbət olsun. Qəhri olaraq. Bu məhəbbət ora sirayət eləyir. Güclə olası bir şey deyil. Bəzilər var, Allah deyirlər, amma Peyğəmbərə bir cazibəsi yoxdur Peyğəmbərə tərəf. Əhl-i beytə tərəf bir cazibəsi yoxdur. Ona görə onun əməllərində Allahın dediklərinin tam əksi görsənir. Effekti olmur. Bu sevgi biri-birini tamamlayan sevgidir. Peyğəmbərə, imama itaət Allaha itaətdir. Mən yuti'illah, mən yuti'ir-rasul fəqəd əta Allah. Hər kəs Peyğəmbərə itaət edərsə, bilsin ki, Allaha itaət edib. Bir-birindən qırılmaz zəncir halqaları, bir-birindən ayrılmır. Allah Teala belə buyurur. İndi Peyğəmbərin, imamın ziyarəti də elə səndimi Allahın ziyarəti imiş. Ona görə də hədislərdə var ki, hər kəs Peyğəmbəri ziyarət edə, elə bil ərşdə Allahı ziyarət edib. Bütün imamlar üçün var, amma İmam Hüseyn əleyhissalam üçün daha çox deyilib. Mən zara qəbrəl Hüseyn ibni Ali əleyhissalam arifən bi həqqih.
Kana kəmən zarəllah fi ərşih. Hər kəs Hüseyin ibn Əlini, salam olsun onlara, Allahın salamı, salavatı olsun onlara, Aşura günü, Ərəfə günü, başqa günlərdə gedə Kərbalada ziyarət edə İmam Hüseyin əleyhissalamı, elə bil ərşdə Allahı ziyarət edib. Demədi və Rabbul ərşil azim, əzəmətli ərşin də Rəbbidir. Ərşə bizi kim aparıb çatdıracaq? Bizə deyirlər, gəl də qalx yuxarı. Hara qalxacaq? Bu ünvan nə qədərdir? Yerdən deyir, ayrıl, dünyadan ayrıl, maddiyatdan ayrıl. Qalma, yapışma bu maddiyata. Bu maddiyat zülmanidir, zalimdir, qəsavətlidir. O səni öz kamına çəkəcək. Sən ona sahib ola bilməyəcəksən. Biz insanlar ona sahib ola bilməyəcəyik. O bizi çəkəcək, əridəcək özündə. Amma deyir, ruhun pərvaz eyləsin. Bədənin dünyaya bağlansa, ruhu da həbs eyləsə, sənin ruhun dünyanın xasiyyətlərini götürəcək. Ona görə deyir, qalx yuxarı. Səmaları, asimanları bir-bir tey elə keç, gəl ərşə. Ərşə necə çata bilərik? Peyğəmbəri, imamı ziyarət eləməklə. Ziyarətin bu qədər əhəmiyyəti var. Yəni, qəlb cəzb olunur. Qəlbi çəkir, deyir, gəl bura. Sənin qəlbin bizim qəlbimizə oxşasın, bizim qəlbimizə dönsün. Ziyarət budur. Ziyarətin mənası nə? Meyllənmək, cəzb olunmaq, çəkinmək. Ona görə də deyir ki, hər kəs İmam Hüseyin əleyhissalamı gedə ziyarət edə, elə bil Allahı ərşdə ziyarət edib. Doğrusu mənada deyil, ha. Bunun açıqlaması var. Açıqlaması nədir? Açıqlaması budur ki, ayəni dedim. Məsələn, bir padişah deyir ki, mənim vəzirim məni mütləq təmsil edəcək. Vəzir padişah olmur. Amma təmsil etməkdə tam ixtiyar sahibi olur. Tam ixtiyar sahibi olur. Və yaxud da prezident. Prezident deyir ki, mənim vitse-prezidentim məni bu görüşdə tam təmsil edəcək. Hər kəs mənə nə demək istəyirsə buna desin. O görüşdə görürsən vitse-prezident, prezidentin tərəfindən onu təmsil eləyir. Peyğəmbər imam da belədir. Allahın xəlifəsidir. İnni cailun fil ardı xəlifə. Mən yer üzündə xəlifə xəlq edirəm. Məni təmsil eləyən, mənim naibim, məni göstərən. Biz insanlar da müəyyən qədər göstəririk ya Allaha. Biz də Allahın ayəsi və nişanəsiyik. Amma Allahın ən böyük ayəsi kimdir? Peyğəmbər və əhl-i beyti. Bütün peyğəmbərlərdən də böyüdülər. Allahı göstərməkdə onlar Allahın ən böyük ayəsi və nişanələridir. Əgər bütün peyğəmbərlər, ilahi şəxsiyyətlər bir zamanada toplaşsalar, bizim peyğəmbər və o həzrətin əhl-i beyti hamısından əfsəl olar, hamısından da qabaqda olar. Burada təəccüblü bir şey yoxdur. Biz ki, deyəndə peyğəmbərin əhl-i beyti, bizim imamlar peyğəmbərlərdən əfsəldir, bu harada özünü göstərər? Onlar bir yerdə olanda. İndi bir yerdə görə bilmiyor onları, ona görə bizə təəccüblü gəlir. Qurandakı peyğəmbərlərin adını çəkib, bunu deyəndə deyirlər, siz nə danışırsınız? Amma biz onların içində olsaq, onlar tamam bir-birinə tamam başqa cürə yanaşarlar. Ona görə də İsa əleyhissalam Həzrəti Mehdi Əccəlallahu Teala Fərəcəhu Şərifin zamanında olanda o Həzrətin arxasında qalıb namaz qılacaq. Nəyə görə? Vəlisi odur, imamı odur, rəhbəri odur. Bir sözlə Peyğəmbər əyimmə-i ətxar Allahın xəlifəsidir, Allahın höccətləridir. Bir də onlara itaət Allahın itaətidir, bir də onların ziyarəti Allahın ziyarətidir. Allaha tərəf cəzb olunmaydı, Allahı daha çox tanımaydı.